Yaraşıqlıdır. Yəni nə etmək istərdiniz onunla? Bir də intellekt səviyyəsi yüksəkdir. Oturub yəni intellektual söhbət eləyə biləcək. Günlük hansı məşhurlar? Fikirləşim. Demet Özdemir. Səbəbi nədir bəs? Çox şirin qızdır, pozitiv qızdır. Və məncə onunla maraqlı bir vaxt keçirmək olar. Ya məsəl üçün nə edə bilərsiniz? Çox çılğın biridir. Ancaq məsələn rəqs eləməyi çox xoşlayır. Yəni məncə onunla bir gecə keçirmək istəyirəm. Bir gün boyunca bir gecə keçirmək istəyirəm. Aha, çox zaman bəs Arthur, Mr. Arthur və Jen Reno ilə. Mr. Arthur ilə mənim motivasiya mənbəyimdir və onunla bir yerdə qalsam ondan çox şey öyrənə biləcəyimi düşünürəm. Həyatda 1-0 öndəlik götürəcəyimi düşünürəm. məsəl üçün nə? Xəyal və məqsədlərimi reala necə çevirəcəm?